Demək dostlar, indi yaxın göstər zəhmət olmasa. Sumqayıtdayıq dostlar. Bu yemək bizim həm Sumqayıt filialımızda, həm də Bakı filialımızda mövcuddur. Adını qoymuşuq salyanka. Buna ostru da deyirlər. Ostru. Yəni ki, xahiş edirəm kommentlərdə başqa söhbətlər eləməyin. Yəni acı deməkdir də, yəni rusca acı deməkdir. Yəni düz qoş eləməyin başqa söhbətlər. İndi bir dənə göstər, ətim pişməyini göstərirəm sizə. Yəni hər bir insan öz tərbiyəsinə görə danışır. Hər bir insan öz tərbiyəsinə görə başa düşür. Salyanka dostlar, bizim öz reseptimizdən hazırlamışıq. Mal ətidir burada. Görürsünüz, pilə kimi bişib, ağzım sulandı. Bunu mən yiyəcəm nə ilə? Soğanla və dostlar, proqramımızın maraqlı bir məqamı olan badımcan salatı ilə. Boyat çörəyi mən xoşlayıram, özünüz də bilirsiniz bunu. Bismillah, ətindən. Demək, bu yemək nədir? Mal ətidir burada, daha doğrusu dana əti. Dana əti tomat sosunda bişirilib, müxtəlif tərəvəzlər və s. istifadə olunub. Bismillah. Ən xoşladığım bir soğanın özəyidir. Salat göstərə bilərəm. Bespodobno. Yəni əsrarəngiz bir şeydir. Gəlin dadına baxın. Salam aleykum.